Ne var? Bana qaldı qanun üstündə. Bize heyvan kəsdirmişik, əti vermirlər. Deyirlər ki, saat 2-dən sonra gəl, boyun 2-dən sonra istəyəcək, peçatın vuracaq. Belə şey olar. Camaat o axşamı da ciyərin istəyir, camaat ətindən götürmək istəyir o axşamını. Girinci qalmışıq. Yarısı dükanında, yarısı mənim. Ne kadar pul alır oradan her heyvan? 51 manat. Öz aparsa maşından əmala, onun smartda qoyuna. Yani anıstatları yap, bir ağızçılık Yok, verecek. Kesin orada çok geç. Cemaat incirdi. Kanalizasiya var arada kardeşim. Fransız orada iyi gəlir, Fransız orada o zəifdir. Orada o iyi gəlir, tutulmuş dələ bir dələ bir yere bağlarlar Siz onlar. de kısa soru. Süzana. Biz şeyden ki Ağzəfər olur. Maşallah. laboratoriya yox. Görsen. Qaydalara riayət eləmirlər. Tal yox. Heyvan kəsməyi düzgün kəsmirlər. Bunu ela. Gedir bizi incidir deyir ki Sən də 3-də gəl, 2-də gəl. 51 manat bizdən şey alırlar, rüsum alırlar, amma oraya yazır 6 manat. Cana prokuror Kemal Talıbov. Yəni bizi incidir qardaş. Deyir ki zəng edirik, açma telefonu, deyir ki 3-də gəl, 2-də gəl, axşam 9-da kəs. O da istidir, ət. Sen yerin hardadır? İstaf orada. Svetov'un adresidir de bu kanunun üstünde. Bir bu Tofi İsmail küçəsində. Svetov 4 yol 4 yol ayrıcında. Sen zərməliyim de bu. 1500 manat bir, 1500 manat da bir. 3000 manat. İsim Yəni bu boyda cərimə də yoxdur. 1500 Bunu manat. kim elədi cərimə? İsmail. Yox, Yox İsmail. bizdən şikayət elədi ki, ora gəlmiş heyvan kəsmə 51 manat da biz ödəyə bilmirik. Bizim də işləyimiz o cavan uşaqlar o bizi deyir ki, doğruq elə, gətirməyə ver. Görsən. Acildən nə var orada? Burada qorxmalı çəkməli Bizi- istəyir. Bir kişi gəlmir, 2 dəfə davranış nə var? Ətrin nə qədər qaldı? Onun Hədə o baxışı. gəlir polislə biz apartdırır müəyyən orqanlara. Ətrin qalmalı deyirlər. Narkolojiya deyirik ki, Bütün bu qəssab. bizi yəni bizi bu qaydada Neçə gün əti bağlı qalmalı? Yani sakit olun burada durun ayakta. Dur orada durun orada. Neçə gün bağlı qalıb olur? bizi ətimizi Bağladılar, şu anda bir dəqiqə. lomlatdırdı kaldinik əti Ha. ki analiz edirəm. Analiz bir ay analiz olar. Ət qaldı iyiydi. Dedi ki, Atdıq sonra. hə atdıq sonra dedi ki, dedi mən belə eləyib sizlərə ora gətirəcəm. Dedi qardaş belə qanun yoxdur axı. Danışmışam mən də. Deyir içəri girmə qəssabxanaya. Niyə qardaş mən ətimə baxmayın? Bəlkə Bəlkə mən ətimə uğrayır, bəlkə dəyişilir. Deyir içəri girmə. Görsən Əfqan. Gör nələr var görsən. Bir şeyde 2 de heyvan bağlaya bilmesi bir kesin. Ha, Bir kesin bu da heyvan. Hörmətli Orada bağlamalı yeri var. Hörmətli Ondan danışdım. Hörmətli baş prokuror, hörmətli Ali Başkomandan, cənab prezident. Bu 2 dənə malı orada bağlamağa bunun yeri yoxdur. Bunu istismar bax aktına, buraxılış aktına kim bol çəkib? Bax dəhşət budur, faciə budur. Ventilyasiyası onun yüksək səviyyədə ventilyasiya olmalıdır orada, yoxdur. Orada iyiden, üfunətdən bu aran rayonunda 40-50 dərəcə, 40'dan yuxarı şey olur da. Orada axan o çirkab suları demişəm, o filtrasiyası olmalı, harda olur. Bunun heç bir şey yoxdur, bunu buraxılış aktına yatır. Bu adama ana xəttindən əlaqəsi olmalıdır ki, kanalizasiya axsın oraya. Su ayrı getməli, qan ayrı getməli yoxdur. Görürsünüz. Bu Bir camaat, qan ayrı getməli orada yoxdur. İydən bağlı. Qalır orada dolur kanalizasiya. bu Şirvan cemaatın qəssablarıdır. Desək, bir 10 nəfərəcən burada var. Bax bu kişini, bu həmən dediğiniz 2 dəfə cərbə elətdirib qanunsuz. Görsən? Sən də. Heç nədən qardaş. Sənin nə sözün var, faktlar Mən deyil. cərb edim mənim. Adı famil ediyor. Nərimanov Mihrac Əlmərdanoğlu. Sən nətər eləyib? Məni də qida işçiləri gəldi, dedi müşüyün adından, işçinin adından. İşçinin adından mənə şey yazırdı. Kim danışıyor? Protokol. Sən cərimələrim mən danışdım. Protokol. Dedi 1500 manat cərimə edirəm. Kim elədi onu? Qida işçiləri. Dedi İsmail'in işçisinin adından şikayət olunur sənə müşüyün adından. Siz oradan da narazısınız. Bunu Bəli, oranı səndərədir. Orada şərait yoxdur. Qəti şərait yoxdur. Pul da istəyir 50, 51 manat. 51 manat pul istəyir. Anı santariya
Anırsan 12 manat. 12 manat aldı qrup quzuya. İstənləri mən qurban şey kəsdirdim, toy heyvan kəsdirdim. Toyun quzuların ziyan edim. 12 manat dedim mənə ödə. Sonrasında dedim şey qarnı yuduzdur demişsən 12 manat. Qarnı yuduzdur, qarnı vermə. Qarnı götürüb poxlu göndərdi üstümə. Zəng eləmişəm ki, bəs sən məndən 12 manat qılamısan. Bu qarnı mənə niyə belə göndərmisən? Deyir, başva dönüm, nəm qadı var. Dedim, ayın başva adamı dönməyib. Yəni biabırsı vəziyyətdə, yəni bu xalq burada bunları da çəkəcək. Səfərov, gəl sən də. Səfərov, sən də deyin, hə? Burada. Səfərov İntiqam Şabaloğlu. Şirvan şəhərində qəssabımı hamıda tanıyır. 3-4 ömründən qabaq gəldilər mənim mağazimi bromladılar, bağladılar. 1500 manatda cərimə yazdılar. O üçün 2 ay bağlı qaldı. Dedim 1500 manatı ödəməsöz mağazin açılmayacaq. Məcbur olduğum 1500 manatı ödədim. Çeksiz. Əlbərlə pula vermişəm. Nə? Əlbərlə pula vermişəm, çekimi də vermişəm. Kimə verirsən? Qidan işçilərinə. Kimdir adı deyir? Ha? Düşdürmüsən? Adı içərdi ya. Hara nəzarətçi? Qidan. Qidançına ərbilər Regionaldan gəlmişdi. Təxmini kimdir adı? 500 manat bir vermişəm, 500 manat bir vermişəm, 300 manat bir vermişəm, 200 manat da bir vermişəm. Sonra da gəldilər mənim mağazını açdılar. 2 ayda mənim mağazım bağlı qaldı. Prokurorluq deyil, cinayətçi. Kemal Talıbov, hörmətli Kemal Talıbov. Bax, rüşvətxorluq, korrupsiya budur, cibə girmə. Xahiş edirəm, bax, Səfərov, mənim qohumumdur. Bax, Səfərov, gəlsin, subut eləsin ki, cibimdən alıblar, sonra bıraxıblar işə. 2 ayda işsiz bağlı qalıb. 2 ayda bağlıdır. O tanıyırsan da o adama kimə verir? Tanıyırım. Həsim xanım qovarlı. Adını bilmirsən də? Ya adı yadımdan çıxıb, tanıyırım da. Nətər vidi figurası? Oran işçisidir də. Vidi nətər adamdır da? Arı. Görsən tanıyaq. Gözlər faktı bu. Bu korrupsiya. Allah haqqı, 1500 manat əlbərindən pul vermişəm. And olsa Allah'a. Özə çeksiz. Çekimi də vermirlər. Siz oradan narazı İsmail'in. Əlbəttə narazı. Orası İsmail'a yararsın. O vaxtlarla ora açılanlar bəri bizim narazımızı bildirmişəm. Cənab Prezidentədən Müracaatımız var ki, kömək eləsin ki, belə verirlər. oldu. Gəl. Yazın bağlamadı. Sonra heç nətər olur. Əhmədov Xəyal Xəqanov. 2 dəfə 1500 manat cərimə. Staforda 2 dəfə. Bir yerdə işləyir. Bir yerdə işləyir. 1500 manat cərimə olub 2 dəfə. Bir ay ətimiz qalıb Xaldengdə, iylənib çöl atmışıq da mən də. Bulondurla Xaldengə, mağazinə 5 yerdən. Girə bilməmişik düşana, bir ayda bağlı qalıb. Hətta Xaldengdə xarab olub atmışıq çölə. Hələ öz qidan işçisinin gözünün qabağında. Yəni biz məhkəməyə də verib, işçilərindən də məhkəməyə verib. Sonra nə bilim işçisinin adından bizi məhkəməyə verib. Səfərov Rəşid Heybətoğlu. Şirvan köyün əlbəramlıyıq. İndiki Şirvan sakini. Buyurun. Mən anadan olandan gözmə səndən bu işlə məşğuluq. Mən belə şey görməmişəm. Ona görə ki, bir heyvandan 20 manat pul istəyir. Bir qoyundan 20 manat qalar qalmaz. Onda gəlsə o bağışlasın da anadan doğandan. Mən bir çətən kilo, 7 baş alə mən oyunu durlandıram. 2 nəvə özdə erkək xeylağı, oğlan xeylağı şəklini də göstərim. Azərbaycan o deyir Azərbaycan. Vətən üstündə canlarından gedər. Bu gəlir mənə deyir, mənə pul ver, mən yerə. Yerəsinsə kəs satda, mənə dəyib dolaşır. Kimdir ki o? İsmail. Nə işə baxır o? Nə bilim, deyir sahibkərdir. Mən də sahibkərəm də, dedəm də sahibkərdir. Məndən pul istəyir. 20 manat. Mən 40 min verib, 50 min verib. Gəl, qidya. Qidya da gəlib düşüb üstümə. Mən orada da dedim, gedmişdim. Dedim ki, yaxşı, o da mən də kiçik sahibkərəm. Böyük sahibkərdir, yesin başını dolandırır. Mən də kiçik sahibkərəm. Rəhmətli atam da olmuş sahibkərdir. Mən də olmuşam. Sovet hökumətində öyle. Azərbaycan hökuməti qurulanda. Bu hökumətlər qurulanda biz bu işlə məşğul olmuşuq. Dədə, baba bu işlə məşğul olmuşuq. Orada o bəxt dedi, qohum da dedi. Orada demək. Tamam var orada. Orada bir mən deyim. Orada bir xüsusi qeyd eləməli. Bir nəfər qəssab var bu boyda şəhərə. 50 nəfər də
50 nəfər burada et kəsən var. Bir nəfər, hə? 80 nəfər. Geçtin. Öyle olur. 50 dənə mağaza. Hə, Allah 50 dənə olsun ki. Bir dənə qəssab var, bir dənə də təmizləyən var. Hem şoförlüğü. Həm də orada şoförə gelir, cürbəzi. Qanun poz, əmək vəzçiliyi bu nəzarət eləməlidir. Anar Xıdırova da buradan müraciət edirəm. Sərlər regionalı rəisinə. Bu məsələ diqqət. Bir nəfər qəssab, bir nəfər orada təmizləyənlə bu boyda cəng qabağında durmaq olar. Öz işim bir qurumayım. Bax cəmaət bax canlı güclü 15 nəfər adam gəlib gedib bax bura. Daha da gəlib. Hə, bax bu faktları buna dur deyən lazımdır. Nəzarət gəlsin, yoxlasınlar da bunu. Və Səfərov da gəlib, o da danışır. Ben şikayet adamım. Sən nə deyirsən, nə sözüdür? Ben istediğim odur ki, özü için açıp özü için işlesin, bize değmesin. Deyir, Əzrail bala paylamağa geldi. Ben deyirəm ki, bala o istəmirəm, mən balama değmə. Şirvan şəhəri Abiyev familməsi oluyor. Burada anadan olmuşam, doğulmuşam. 77-ci ildə atamın yanında başlamışam ət kəsməyə. Qəssab olmuşam. 79-cu ildə atam rəhmətə gedib. Əskər gelmişəm, gəlmişəm. Qardaş evlənmişəm, oğlum olub. Oğlumu öyrəlmişəm, oğlum da 97-ci, 98-ci, 2000-ci ildə Uşağın təhvil vermişəm ona. Burada santariya bizdə yoxdur. O santariya İsmail'dadır, bizi gilinc eləyir. Neçə vaxtdır mənim uşağım əlində pul tapa bilmir ki, heyvan alsın. Ancaq cərimə yazdırır vericiyə bizə. Dünən aparıb heyvan kəsmişəm, 51 manat mən nəvəmi göndərmişəm. Kəsib 51 manat mənim nəvəmdən rusum alıb. Bu 51 manat danadan rusum alında mən nə qazana bilərəm? 17 baş külfətəm. Hamımızda ona baxırıq. Özümün ikisi sahibşaram da tikmişəm o vaxtında, özümündür. Ki alende verməyim harasa işləməyə, özüm qazanım. O da kazana bilirler. Vericiye vergine, pensiyon reformunda vergine, İsmail'e 51 manat vergine, ben de cərimədir. Neyləməli? Onların şərətində xahiş edirəm, Bakıda göndərin gəlsinə baxsınlar. İyiden başı, dünənləri mənim nəvəm gəldi ki, baba, mən dedim, əti tərgizirəm, oğlum dedi tərgizirəm, neye bala? Dedi, biz orada kəsə bilmir, öllük iyiden, öcümlərdən pusunlardan bezmişik. Bu nədir məli? Gəlirlər, qalbadan cərimə yazırlar. Bu cərimə halım nə oldu? Bu cərimə yazlar, ben razıyım, qida razıyım. İldə bir dəfə gəlginə 500 manat, 1000 manat yaz. İldə bir dəfə yaz gibi. Rusum demirsən, gəl pesatı buyuruna qabaq 5 manat verir, bir də 10 manat verir. Yoxsa ki 51 manat mən onu ətər. Saat 2-dən tez ət götürəmərsən gecər. Mən üzü üçün kəsirəm, bir saat 2-də götürmərsən. Mən də ona gelmirəmsə, mənim uşaqlarım gedir, işçilər gedir, hamısının böyüyü mənə. Çünkü yaşlılar qalmıyor, hamısı qırılıb gelir, bir də hər zaman qalır, bir yaşar qalır. Qalır hamısı uşaqıdır. Və yetişdirmələrdir bunlar. Xahiş edirəm bunu ölçü götürün, belə olmaz. Yəni mən nəvət balalarımı götürüb aparıb prezident aparatın qabağına töşürüm. Arı gedim, mən iş verir, 61 yaşım var, nə iş verirdimsə? Ben hardan dolanmalıyam? 61 yaşım var, bir çöpüm mən bir yerdən gəlirim yoxdur. Bir dənə o tükana baxın. Xahiş edirəm prezidentimizdən, qurban olun, başına dönün, bu işler ölçü götürsün. Ben de 2 aydan bir, ben buna cərimə verirəmsə, ben neyləməliyəm ki, qurban olun. Hə? O buradan ayır oynaqdan. 2 dənə quzu 24 manat. Və quzu özü kəsib soyub da 10 manatdan hesablanacaq. Axırda çıxacaqdı, 2 dənə quzu 24 manat. 24 manat. İşte gəlsin deyir, götürülmə 15 manat. 15 manat çatdırılma, işte səndə yəqin ki. Hə, çatdırılma 10 manat idi, indi 15 manat oldu. Verim özəl danışlar bir də. Yok danışma, sen demem buradan dilemiştim. 80 manat oldu, 80 manatdan 3 manat dişi dersiydi, çıktım kaldı 77. 4 manatda 2 də quzun kəsib soyuncan çıxdın, oldu 73 manat. Bildim, çatdırılma 10 idi, indi 15 oldu. Nətər? Çatdırılma 10 idi, indi 15 oldu. Yox, ora 10 yoxdur, 15'dir. Bu qədər sərcinət aparılır, quzu aparılır, manat aparılır. 10 nəfər var, 2 İstəmirsən gəlir, etirazın var, gəlir. Yolla gəlsin, yolla gəlsin.